Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir. Bu videoda mən müsahibə mərhələsinə hazırlaşan müəllimlərə dəstək olmaq məqsədi ilə müxtəlif müsahibə suallarının izahını verəcəyəm. Sualların izahına keçməzdən öncə qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Eyni zamanda bizə dəstək olmaq üçün kanalımıza abunə ola bilərsiniz. İndi isə başlayaq sualların izahına. Birinci sualda bizdən soruşur ki, sizi hissləriniz idarə edir, yoxsa düşüncələriniz? Bu sualda əsas yanaşma bu cür olmalıdır ki, müəllim emosional zəkaya malik olmalı, lakin qərarlarında rasional düşüncəyə əsaslanmalıdır. Və bu suala nümunə olaraq da necə cavab verə bilərsiniz, indi onu da sizlərə təqdim edəcəyəm. Qeyd edeyim ki, müsahibə komissiyasının bu sualı verməkdə əsas məqsədi bilmək istəyir ki, məsələn, hər hansı bir şagird sizi qıcıqlandıranda siz orada aqressiv reaksiya verə bilərsiniz, yoxsa necə? Yəni, hisslərinizlə reaksiya verərsiniz, yoxsa düşüncələrinizlə? Və yaxud da hər hansı bir şən əhval-ruhiyyədə hisslərinizlə, yoxsa düşüncələrinizlə? Yəni, bu tipli anlayışları sizlərdə görmək üçün, yəni necə yanaşmağınızı bilmək üçün bu tipdə sualı verə bilərlər. Nümunə cavab olaraq qeyd edə bilərsiniz ki, məni daha çox düşüncələrim idarə edir. Müəllimlik peşəsi yüksək təmkin və soyuqqanlılıq tələb edir. Təbii ki, bir insan və müəllim olaraq şagirdlərimə qarşı empatiya və sevgi kimi müsbət hisslərim var, lakin sinifdə hər hansı bir problem və ya qərar anında hisslərimlə deyil, məntiqi və pedaqoji düşüncələrimlə hərəkət edirəm. Emosiyalarımı idarə etməyi və peşəkar davranmağı bacarıram. Bax, bu formada cavab verə bilərsiniz. İndi isə ikinci sualın izahına baxırıq. Şagirdiniz sinifdə həmişə sizdən səhv tutursa, nə edərsiniz? Burada əsas yanaşma necə olmalıdır? Müəllim səhvini qəbul etməkdən qorxmamalıdır ilk növbədə. Şagirdin diqqətini müsbət qiymətləndirməli və tənqidi təfəkkürünü də dəstəkləməlidir. Burada əsas məsələ budur. Və bu suala nümunə cavab olaraq qeyd edə bilərsiniz ki, şagirdin bu davranışına aqressiv yanaşmaram. Əgər həqiqətən texniki və ya mexaniki bir səhv etmişəmsə, bunu dürüstlüklə qəbul edərəm və diqqətinə görə şagirdə təşəkkür edərəm. Bu, sinifdə demokratik mühit yaradır. Əgər şagird qəsdən və ya səhv anlayaraq daimi qüsur axtarırsa, dərsin gedişatını pozmamaq üçün onunla dərsdən sonra fərdi söhbət edirəm. Onun məqsədini, məsələn, diqqət çəkmək istəyini və istəmədiyini anlayıb, bu aktivliyini və bu diqqətini dərsin xeyrinə yönəldərəm. Bax, bu formada bu suala da cavab verə bilərsiniz. İndi isə üçüncü sualın izahına baxırıq. Qeyd olunub ki, açıq sualların faydası nədir? Açıq sualların faydası nədir? Biz bilirik ki, suallar qapalı və açıq suallar formasında olur. Qapalı suallar aşağı təfəkkürün inkişafına, açıq suallar isə yuxarı təfəkkürün inkişafına səbəb olur. Açıq suallar şagirdin yuxarı təfəkkür mərhələsini nə edir? Təbii ki, inkişaf etdirir. Və nümunə cavab olaraq qeyd edə bilərsiniz ki, açıq suallar şagirdlərdə tənqidi, yaradıcı və məntiqi təfəkkürü inkişaf etdirir. Onlar şagirdi sadəcə bəli, xeyr və ya əzbər faktlarla cavab verməyə deyil, geniş düşünməyə, öz fikirlərini əsaslandırmağa və təhlil etməyə yönəldir. Həmçinin müəllimə şagirdin mövzunu nə dərəcədə dərindən anladığını və onun nitq qabiliyyətini qiymətləndirməyə kömək edir. Bax, bu formada cavab verə bilərsiniz. Eyni zamanda açıq sualların xüsusiyyətləri nələrdir? Kurikulum vəsaitlərində də bu haqda məlumatlar var. Həmin o suallara baxaraq, həmin o hissiyə baxaraq bu mövzunu daha da dərindən mənimsəyə bilərsiniz. Qeyd edeyim ki, yəni bu tipli sual müsahibə mərhələsində vaxtilə verilib, yəni o sualı ona görə bura salmışıq. Dördüncü sualın izahına baxırıq. Mütəmadi dərsə gəlməyən şagird olsa, nə edərsiniz? Yadınızda qalsın ki, problemin kökünü araşdırmaq və valideyn məktəb əməkdaşlığını qurmaq ilkin addımlardan biri olmalıdır. Və nümunə cavab olaraq qeyd edə bilərsiniz ki, yəni bu təbii ki, özümün yanaşmasıdır. Siz indi özünüzə də uyğun yanaşma sərgiləyə bilərsiniz. Qeyd edə bilərsiniz ki, ilk növbədə bu davamiyyətsizliyin səbəbini indi baxmaq lazımdır. Sağlamlıqla bağlıdır, ailə daxili problemdir, məktəbə qarşı həvəssizlikdir. İlk növbədə bunu araşdıraram. Şagirdin özü ilə fərdi və səmimi söhbət edirəm. Paralel olaraq valideynlə əlaqə saxlayıb məsələni müzakirə edirəm. Əgər problem şagirdin dərsə marağının olmamasıdırsa,
onu sinif fəaliyyətinə daha çox cəlb edərək motivasiyasını artırmağa çalışıram. Ehtiyac yaranarsa məktəb psixoloqunu da prosesə cəlb edirəm. Bax, bu suala bu formada cavab verə bilərsiniz. Bir daha qeyd edirəm, indi ola bilər ki, sizin burada hər hansı bir əlavəniz olar və yaxud da hər hansı bir şəxsi yanaşmanız olar. Təbii ki, onu da əgər uyğundursa əlavə edə bilərsiniz. 5-ci sual isə belədir ki, müasir dövrdə sizi narahat edən uşaqlar hansılardır? Qeyd edə bilərsiniz ki, texnologiyadan asılılığı olan, sosiallaşma problemi yaşayan və ya diqqət əsirliyi olan uşaqlar diqqət mərkəzindədir və nümunə cavab olaraq qeyd edə bilərsiniz ki, müasir dövrdə məni ən çox narahat edən rəqəmsal dünyadan, telefon, planşetdən həddən artıq olan asılılıq. Buna görə də real həyatda sosiallaşma problemi yaşayan və virtual aləmə qapanan uşaqlardır. Bu asılılıq onlarda diqqət dağınıqlığı, səbirsizliyə, canlı ünsiyyət qura bilməməyə yol açır. Bir müəllim olaraq dərslərimdə interaktiv metodlardan istifadə edərək onları komanda işlərinə cəlb edirəm və bu sosial boşluğu doldurmağa çalışıram. Yəni, bu formada da cavab verə bilərsiniz. Bir daha qeyd edirəm, ola bilər ki, sizin də şəxsi yanaşmanız olar. Əgər uyğun olarsa, o zaman öz şəxsi yanaşmanızı da bu suala cavab olaraq əlavə edə bilərsiniz və ya dəyişdirə bilərsiniz. Qeyd edim ki, bu video tarix, fiziki tərbiyə, texnologiya, musiqi və təsvir incəsənət müəllimləri üçün çəkilibdir. Belə ki, bu suallar vaxtilə müsahibə mərhələsində daha çox verilmiş suallardır. Ona görə bu suallar ətrafında müzakirə etdik. Ümumiyyətlə, hansı tipdə videonun gəlməsini istəyirsinizsə, rəy hissəsində onunla da bağlı fikirlərinizi bölüşə bilərsiniz. Sonda bir daha xatırladırıq, əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin və eyni zamanda video sizlərə faydalı oldusa, videonu bəyənib, rəy yazmağı və paylaşmağı da unutmayın. Sağ olun.